Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. 9-cu siniflər üçün növbəti ümumi sınavımızın izahını verəcəm. Bu gördüyünüz sınav Telegram kanalımızda paylaşılıb. Keçid eləyərək oradan PDF əldə edib, ondan sonra yazıb, ondan sonra gəlib burada izahına baxa bilərsiniz. Telegram kanalımızın adı Mehman Mahmudov Riyaziyyatdır. Kanalda axtarış eləyərək, Telegramda axtarış eləyərək tapa bilərsiniz. Həmçinin Telegramı olmayanlar bu 070 988 4999 nömrəsinə yazaraq link əldə edə bilərsiniz. Qrupa əlavə ediləcəksiniz. Keçək sualların izahına. Birinci sual, diaqonalı 6 köşkü olan kvadratın perimetrini tapın. Uşaqlar, kvadratın diaqonalı A kök 2-dir. A kök 2 də bərabərdir 6 kök 2. Köşklər gedir. Aydın məsələdir ki, A bərabər olacaq 6-ya. İndi tərəfi 6-dırsa perimetri 4 vur 6, 24 olacaq. Yəni B bəndi. Növbəti sual, ikinci tapşırıq. Xətti bərabərsizlikdir. Birinci uşaqlar, çalışın kökdən və kəsirdən azad eləyin misalınızı. Ona görə hər tərəfə 6-ya vuraram. 6-ya vursam, bundan ixtisar gedəcək. Olacaq 3 qalacaq. 3-ü də 3-ə vurdum, oldu 9x. Çıxılsın 6-ya vuranda 3-dən ixtisar gedəcək. 2 qalacaq, 2-ni 4-ə vurdum, 8. Kiçikdir 24x çıx 30. 9x-i sağa, 30-u sola keçirdirəm. Solda olacaq 30 çıx 8. Kiçikdir 24-dən də 9 çıxanda qalacaq 15x. Bu da olacaq 15x böyükdür 22-dən. X də böyükdür 22 böl 15-dən. Bu da 1,15-də 7 edir. 1,5-dən 7-dən böyük, ən kiçik tam əl 2-dir. Yəni A bəndi. Növbəti 3. Uz nöqtələri A51 və B19 olan parçanın orta nöqtəsinin koordinatı D25 nöqtəsində necə vaid çoxdur? Deməli uşaqlar, orta nöqtənin koordinatını tapmaq üçün toplayıb 2-yə bölürük. 19 plus 51 böl 2. Bu da bizə verəcək 70. Böldüm 2-yə 35. Bu 35-dir, bu da 25. Necə vaid çoxdur? 10 vahid D bəndi. Sonra bu. Kvadratlar fərqi kimi yuxarına saram. B çıx 6. B üstəgəl 6. Aşağıdan da 3-ü çıxararam qarşıya. B belə olacaq. 3-ü çıxarsam B plus 6 qalacaq. B plus 6'lar gedir. Qalacaq B çıx 6 böl 3. O da Y bəndinə uyğundur. 5-ci sual. 6 tam dövrdə 2 çıx 4 tam dövrdə 5 ifadəsinin qiymətini hesablayın. Aşağıda da 3 tam dövrdə 3. Uşaqlar bunu belə yazaram. 6 tam 9'da 2 çıxılsın 4 tam 9'da 5. Aşağıda da 3 tam 9'da 3 bərabərdir. Uşaqlar 1 tam verərəm çünki 9'da 2-dən 9'da 5 çıxanda mənfi qalacaq. 1 tam verəndə olacaq 5 tam 9'da 11 çıxılsın 4 tam 9'da 5 böl 3 tam 9'da 3. İndi uşaqlar burada biraz hesablama aparaq. Baxın bu sualda. Deməli, bunu biraz kiçildək. İndi uşaqlar, 5-dən 4 çıxanda qalacaq 1. Bir dəqiqə. 5-dən 4 çıxanda qalacaq 1. Bərabərdir. Yuxarıda qaldı 1 tam. 9'da 11-dən 9'a 5 çıxanda qalacaq 9'da 4. Aşağıda. Bunu da çevirsəm, elə 3 tam 9'da 3 yazarım. İkisində düzgün olmayan kəsrə çevirsəm, yuxarıda olacaq 9'da 13. Aşağıda olacaq 3'ü 9'a vuraram. 27. 9'da 27'də 3 eləyəcək 30. Olacaq 9'da 30. Haradasa səhv elədik uşaqlar. Bu 9-la bu gedər. Qalacaq 30'da 13. Bax 30'da 13 eləmiş. Bircə dəqiqə. Hə uşaqlar, burada səhv eləmişik. 11-dən 5 çıxanda burada 6 qalır. Bunda 1,9'da 15 eləyir. Bu. 30'da 13, 30'da 15 qalır. Bu da ixtisar gedəcək, 2-də 1 qalacaq. Yəni D bəndi. 6. Bərabər yanlı üst bucaqda təpə bucağındakı xarici bucağı, yəni bu, ona qonşu olmayan daxili bucaqdan 4 dəfə böyük olarsa. Qonşu olmayan daxili bucaqdır. Bura 4x-dir, bu da x-dir. Aydın məsələdir ki, daha doğrusu uşaqlar sualın şərtini səhv olmuşam.
Qonşu olandan 4 dəfə böyükdür. Bura x-dir. Toplam 5x bərabərdir 180. X bərabərdir 36. X 36-dırsa 180 36 çıxaram 144. Bərabər yanlı olduğuna görə 2-yə bölərəm. 72 bura, 72 də bura qalır. Cavab oldu Y bəndi. 7-ci sual. Kubun neçə tili var? Uşaqlar, çox sadə sualdır. Baxın diqqətlə. Kubun neçə tili var? Uşaqlar, kub belə deyək də. Baxın bu fiqurdur. 4 til burada. 4 til burada. 4 dənə də bunu birləşdirir. 3 4-ümdə 12 D bəndi. 8. Tənliyin həll edin. Yuxarıdan x-i çıxardaram. 4x çıx 3 bərabərdir 0. İki ifadənin hasili 0-dırsa, onlar ayrı-ayrıda 0-dır. 4x çıx 3 bərabərdir 0. 4x bərabərdir 3. X bərabərdir 4-də 3. Biri 0-dır, biri də 4-də 3. Yəni C bəndi %75. 40% 30 olanda da tap. Uşaqlar tənasıb 40% 30-dursa 100% x. Çarpaz vuraram. 40x bərabərdir 3000. Sıfırlar gedər. X də bərabərdir 300-ü 4-ə böləndə hardasa 75 düşəcək. Bəli, D bəndi. 10. OD şüası buzağın tənböləndir. Tənböləndirsə uşaqlar bu ikisi bir-birinə bərabərdir. 5x bərabərdir 2x üstə gəl 36. Sola keçirərəm. 3x bərabərdir 36. X bərabərdir 12. Oldu B bəndi. 11. Kök altında 300. Uşaqlar belə yazaram 300-ü. 100 vur 3. Bunu yazaram 16 vur 4. Daha doğrusu 16 vur 3. Bunu da yazaram 36 vur 3. Onda yuxarıdan çıxacaq. Bunu da yazaram 4 vur 3. Kök altda. 10 kök 3. Üstə gəl. 4 kök 3. Çıx 6 kök 3. Böl 4. 2 kök 3. 14-dən 6 çıxanda 8 kök 3. Böl 2 kök 3. Kök 3-lər gedər, qalar 4. Yəni D bəndi. Növbəti 12-ci sual. Hündürlüyü 3, sahəsi 24 olan rombun perimetrini tap. Uşaqlar, romb belə bir fiqurdur. Bu H olsun. Bu tərəfi də A olsun. Bilirik ki, rombun sahəsi A vurulsun H-dır. İndi bizə deyir hündürlüyü 3-dür, sahə 24. Yəni A vurulsun 3, yəni H bərabərdir 24-ə, A da bərabərdir 8. Rombun tərəfi 8-dir. Bilirik ki, rombun perimetri də 4A-dır. 4 vur 8, 32. 4 vur 8, bərabərdir 32, C bəndi. 13. A-nın hansı qiymətində tənliklər sisteminin həlli yoxdur. İlk ikisi bərabər olsun, 5 böl 10, bərabərdir 2 böl A. Bu fərqli olmalıdır, 8 böl 14. Həqiqətən də fərqlidir. 5 böl 18 böl 14-dən fərqlidir. Bir dənə bunu çarpaz vurub həll eləmək lazımdır. Çarpaz vuraram. 5A bərabərdir 20-yə. A bərabərdir 4-ə. Yəni B bəndi. 14. Deməli, A bərabərdir 4. B bəndi. 14. İki zəri birgə atdıqda düşən xallar cəminin 5-ə bölünən ədəd olması hadisəsinin ehtimalını tap. Aha. Bu uşaqlar biraz vaxt alan oxşuyur. Baxaq. PA bərabərdir. Məxrəc 36-dır 2 zər. Cəmin 5-ə bölünən ədəd olması üçün burada 5 düşər, 10 düşər. Ən böyük 6, 6, 12 olacaq da. Ondan böyük düşə bilməz də. Düzdür? Düşə bilməz bəli. Deməli, uşaqlar 5 düşməsi üçün cəmi 1, 4, 4, 1, sonra 2, 3, 3, 2, başqa var mı? Başqa cür mümkün deyil. 5, 0'da o da yoxdur da. 5, 0 olmaz. 10 düşməsi üçün 2, 8 olmaz, 3, 7 olmaz, 4, 6 olar, 6, 4 olar, bir də 5, 5 olar. 2 hal burada, 2 hal burada, 3 hal da burada. Toplam 7 hal. 36 daha 7. Uşaqlar, olar ki, birdən nəsə fikrimdən çıxar. Halların biri mütləq baxın diqqətlə. Qeyd edərsiniz. 15. ABC düzbucaq bucağında BC tərəfini tap. 30 dərəcə düzbucaqlıdırsa, bura 90-dır. 30 dərəcənin qarşısındakı tərəf hipotenusun yarısıdır. Bura oldu nə? 6. Burada olacaq 6 kök 3. Bizdən də BC-ni soruşuruq. Çünki bura 60 dərəcədir. 60 dərəcənin qarşısındakı da bunun kök 3 mislidir. Kök 3 bölü 2 mislidir.
Yəni onun üçün vurursan kök 3 bölü 2-yə. Bunlar gedir, qalır 6 kök 3. C bəndi 16. Şəkildə düzbucaqlı verilib. AMD 90-dır. Bura 90 dərəcədir. M, A, D. Yəni buradakı bucaq ADM-dən 2 dəfə böyükdür. Hə, uşaqlar, 2 alfa, bu da alfa. Düzbucaqlı olduğuna görə bunların cəmi 90-dır. Alfa 30-dur. Onda bura olacaq 60, bura olacaq 30. AD də 18-dir. BM-i tap. BM-i tap. Deməli, bura 60-sa, burada 60-dır. Aydın məsələdir ki, burada 30-dur. 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni, bura 9-dur. 30 dərəcənin qarşısındakı katet də bunun yarısıdır. Olacaq 4,5. 9-un yarısı 4,5. 2 dənə düzbucaq. 17. AB ədədinin ala biləcəyi ən böyük və ən kiçik ədədlərin cəmi. Açılışını yazaram. Sola keçirəndə təbii ki. 10A üstəgəl B çıxılsın 10B çıxılsın A bərabərdir mənfi 9. Olacaq 10A-dan A çıxanda 9A çıx 9B bərabərdir mənfi 1. Mənfi 9 hər tərəfi 9-a böləcəm. A çıx B bərabərdir mənfi 1. Biraz yerlərini dəyişərəm. B çıx A yazaram bərabər olar 1-ə. Hansı hallarda mümkündür? B çıxanın 1 olmaz. Demək uşaqlar 9 8 olar. 8 7 olar. Düzdür? Buradan yazıldı. Buradan yazıram. 9-dan 8 çıxaram. 9 8 8 7 olar. 6 5 ol 7 6 olar. 6 5 olar. 5 4 olar. 3 4 3 olar. 3 2 olar. 2 1 olar. 1 0 olmaz. 2 1 20 12 bərabərdir 21 çıx 9 ödənir. Hamısı mümkündür. İndi AB-nin deyir də, AB axı birinci B-dir, ikinci A-dır. Ən kiçiyi 12-dir, ən böyüyü 89. Ümid edirəm ki, burada səhv eləmədim. 89-dan 98-dən 89 bir dəqiqə 98 olsa daha doğrusu bu 89-dur, bu da 98. 98-dən 9 çıxanda ödənir. Ən böyüyü də 89-dur. Cəmin soruşur. 89 üstə gəl 12. 90 101. Cavab oldu 101. 18. Diametrdən 2 dəfə kiçik olan vətər çevrədən neçə dərəcəli qövs ayırır? Baxın uşaqlar, çevrəni çəkdim. Diametrdən 2 dəfə kiçik qövs nədir? Bu diametrdə çəkirəm. Yəni vətər uzunluğunda da bunu çəkdim. Bu R-dir. Bunu da çəkirəm. 90 dərəcə olur. Bura 2 R-dir. Bura deməli uşaqlar nə qədər? 30 dərəcəymiş ki, qarşısındakı hipotenuzun yarısıdır. Onda bu qövs olur 60 dərəcə. Məsələn, bizdən də bunu soruşurdu. Cavab oldu 60. 19. Uşaqlar, silsilənin ümumi həddini soruşur. Silsilə imtahana düşmür. Unutmuruq. Yadınızda saxlayın. Bu düşməyəcək. 20. İfadəsinin qiymətini tap. Uşaqlar, 4-cü dərəcədə açığı bu sınav biraz asandır. 3-nə 24 gedir, 8 qalır. 3-cü dərəcədən 8, amma bəzi suallar düşə bilər, ona görə yaxşı öyrənin. 3-cü dərəcədən 8-dən 2 çıxır. 4-cü dərəcədən 83 çıxılsın 2. 4-cü dərəcədən 81 eləyir. Bu sual düşə bilər uşaqlar imtahana. Hesablaması qəşəng sualdır. 4-cü dərəcədən 81-dən də 3 çıxacaq. Yəni 3 üstü 4-dür deyə. Uşaqlar, baxın, kanalı 100 minə yaxın şagird izləyir. Amma çox az uşaq abunə olub. Çalışın abunə olun ki, kanalımız sürətlə böyüsün, digər şagirdlərin də xəbər olsun. Hər kəs izləyirsinizsə də bir dənə abunə olun, böyüsün. 21. A parametrinin hansı müsbət qiymətində tənliyin 2 bərabər kökü var? Uşaqlar, yadınıza salın kvadrat tənliyi. Tənliyin 2 bərabər kök olması üçün diskriminant 0 olmalıdır. Onda yazırsan, bunun diskriminantı bərabərdir. Onun kvadratı 100. Çıxılsın 4 vurulsun A kvadrat. Bərabərdir 0. 4A kvadrat bərabər olur 100-ə. Buradan A kvadrat bərabərdir 25. A da bərabərdir 2 dəfə. Bir dəfə müsbət 5, bir dəfə mənfi 5. Səndən də hansı müsbət soruşuraq? 5. Müsbəti götürürsən. 22. Bir hədilləri əks bir hədillər olarsa, M plus N plus K cəmini tap. Uşaqlar, əks bir hədillərdirsə, onda x-in əmsalları bir-birinin əksidir. Onda yazaram M çıx 4. Bunu biraz böyüdərəm.
Deməli, m çıx 4 bərabər olacaq bunun əksinə, yəni 2m çıx 7-yə. M-i sağa, 7-ni sola keçirərəm. 7 çıx 4 bərabərdir 2m çıx m. M bərabərdir 3-ə. M oldu 3. Bunu tapdıq. Sonra əks bir hədli o deməkdir ki, dəyişənlərin qüvvətləri eyni olmalıdır. 3n çıx 2 bərabər olmalıdır m plus 6-ya. 3n çıx 2 bərabərdir m plus 6-ya. N-i sola keçirərəm 2n qalar. 2-ni də sağa 8. N də bərabərdir 4-ə. Həmçinin 4k çıx 5 y-in qüvvəti 7k çıx 11-ə bərabər olmalıdır. 4k sağa, 11 də sola. 11 çıx 5 bərabərdir 3k-ya. Yəni 3k bərabərdir 6. K bərabərdir 2. İndi bizdən də bu üçünün cəmi m, n, k. 3 üstə gəl 4 üstə gəl 2. Oldu 9. Cavab oldu 9. Üçüncü 23 daha doğrusu. Çevrəsinin mərkəzi koordinat başlanğıcında olarsa m plus n cəminin ən böyük qiymətini tapır. Uşaqlar, mərkəz koordinat başlanğıcıdırsa, bax bu 0 olmalıdır. Bu da 0 olmalıdır. Sadəcə bir dəqiqə. Mərkəz koordinat başlanğıcındadır. Uşaqlar, böyük ehtimalla burada çapda problem düşüb. Bu y olmalıdır. Y olmalıdır. Bu da 0 olmalıdır, bu da 0 olmalıdır ki, təkcə x kvadrat plus y kvadrat bərabərdir 36 qalsın. Onda yazsan m kvadrat çıx 25 bərabərdir 0, m kvadrat bərabərdir 25, m bərabərdir 5, bir də mənfi 5. Eyni qaydada n kvadrat çıx 16 bərabərdir 0, n kvadrat bərabərdir 16, n də bərabərdir 4, mənfi 4. 5, mənfi 5. 4, mənfi 4. İndi bizə deyir ki, m plus n-in ən böyük qiyməti. Ən böyük üçün müsbətləri götürürsən, 5 üstə gəl 4. Olacaq 9. 24. Düz xəttinin qrafiki 2-5 nöqtəsindən keçirsə, bu cavab əmsalını tap. Birincisi uşaqlar b-ni tapmalıyıq. Ona görə birinci x, ikinci y-dir. Gətirib x-in yerinə 2, y-in yerinə 5 yazaram. Olacaq 2b üstə gəl 2, vur, y yerinə 5 yazmışam, axı 5. Bu olacaq 10, bərabərdir 16. 2b bərabərdir 6, b bərabərdir 3. Yazaram yerinə 3x üstə gəl 2y bərabərdir 16. Bu düz xəttin tənliyidir. Buradan 2y bərabərdir 16 çıx 3x-a. Hər tərəfdə 2-yə bölərəm, y bərabərdir 16-cı yəvəndə 8 çıx 3 böl 2x. Bax, bu bizim funksiyamızdır. Ümumi forma belədir. Mənfi 2-də 3x üstə gəl 8. Bucaq əmsalı k həmişə x-in əmsalıdır. K bərabərdir mənfi 2-də 3-ə. Yəni, bucaq əmsal oldu mənfi 2-də 3. Və yaxud da mənfi 1/5-də yazmaq olar. 25. L-Venn diaqramında A və B çoxluqlarının elementlərin sayı verilib. NB hansıdır? B dairəsi. Yəni, 10 plus x böyük bərabərdir 2 vurulsun NA 3 plus x. X-in ala biləcək qiymətlərə baxaq. 10 plus x böyükdür 6 plus 2x. X-i sağa keçirərəm, 6-nı sola 4 böyükdür x-dan, yəni x kiçikdir 4-dən. Uşaqlar, x burada 4-dən kiçikdir. Kəsişməsi də boşdur və yaxud da boş olmamasına bağlı bir şey deyilmiyim. Onda 4-dən kiçik qiymətlər. 3, 2, 1, bir də 0. Bunların cəmini soruşur. Onsa 0-ın təsiri yoxdur. 3 plus 2 plus 1. Bu da eləyəcək 6. Deməli, cəm oldu 6. Deməli, uşaqlar, ümid edirəm ki, mən hər sınaqda izahda hesab səhv eləyirəm. Bir dənə sual da demiyorlar. Ümid edirəm bu dəfə eləməmişəm. Eləsəm rəy bölməsində qeyd eləyin. Sağ olun, hər birinizə uğurlar. Bir də kanala abunə olmağı unutmayın.